Gün Ağcabədi rayon Bayraq Muzeyində təşkil olunmuş Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi əmək yarmarkasındayıq. Yəni vakansiyaların əhaliyə təqdim edilməsi üçün. Hal-hazırda rəhbərlik bizim yanımızdadır. İstərdik ki, geniş məlumatı özündən eşidək. Buyurun. Salam, sabahınız xeyir, xoş gördük hər birinizi. Ağcabədi rayon icra hakimiyyətinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Ağcabədi rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil, kənd təsərrüfatı, istehsalat xidmət sektorunda fəaliyyət göstərən, işə götürən müəssisələrdən 12 işə götürən müəssisənin iştirakı ilə 80 civarında boş iş yerləri, vakansiyaların elanı ilə əmək yarmarkası keçirir. Bu növbəti bir əmək yarmarkamızdır. İşsiz iş axtaran şəxslərimizin iştirakı, peşə bacarıqlarına uyğun seçimlərin yerdə müəssisə rəhbərlərinin, müəssisənin məsul şəxslərinin birbaşa müzakirəli seçimlər üçün bu şərait yaradılır. Çox sağ olun. Geniş məlumat verdiyiniz üçün. Hal-hazırda buradan göründüyü kimi hər hansı müəssisə vakansiya veribsə, vakansiya çıxarılıbsa, onlar özləri də nümayəndəlikləri buradadılar. Bir neçə idarə müəssisələrimizdən, işə götürənlərimizdən rəhbər, məsul şəxslər, əməkdaşlar gəlibdilər. Digərləri də gəlir. Saat 11-də də rəsmi açılış tədbiri başlayacaqdır. Dəvət olunmuşdur. Yəni gözləntimiz 300-350-nin üzərində vətəndaş iştirakıdır. Yəni buradan da real peşə bacarığına uyğun olan vətəndaşlarımız burada rəsmiləşdirmə, sənədləşmə məsələləri burada birbaşa işə götürən müəssisənin məsul şəxsləri tərəfindən baxılacaq. Elə bugün burada da işlə təmin olunacaqlar. Bu günlərin burada işlə təmin üçün qərar veriləcək. Rəsmiləşdirmə tədbirdən sonra biz ofisə qayıtdıqdan sonra ofis şəraitində rəsmiləşdirməsi olunacaqdır. Çox gözəl, şəffaf və reallıq. Bəli. Hər bir Ağcabədi vətəndaşı üçün xeyirli və uğurlu olsun. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Bayrağımızı daha da uca eləsin. Cənab Prezidentimizin siyasətini daha da güclü eləsin. Çox sağ olun, çox var olun. Buyurun, siz sağ olun, minnətdarıq. Təşəkkürlər. Sağ olun. Sağ olun.